Salam dəyərli tamaşaçılar, daha bir məlumatı sizin nəzərinizə çatdırırıq. Xəbərə keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Rəsmi Bakıdan regiondakı vəziyyətlə bağlı bəyanat verilib. Regionda və qlobal səviyyədə təhlükəsizlik və sabitlik üçün ciddi təhdid yaradan hərbi eskalasiya dərin narahatlıq doğurur. Manşet bu barədə xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qəti şəkildə bütün tərəflərin maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırırıq. Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq bütün dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməsinin vacibliyini vurğulayırıq, deyə Xarici İşlər Nazirliyi bildirib. Və əlavə olaraq 7 Azərbaycan vətəndaşı İrandan təxliyə edildi. Bu barədə Report xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib. Bu gün saat 8:00-dan 20:00-dək 7 vətəndaşın Azərbaycana keçidi təmin edilib. Daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və Türkiyə ərazisindən tərk etməyə çağırıb. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq Respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Trump İranlı hərbiçilərə silahı yerə qoymağı və ya ölməyi təklif edib. İsrail və ABŞ tərəfinin səhər saatlarında endirdiyi zərbələr zamanı İranın Minab şəhərində bir məktəb hücuma məruz qalıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə hücum nəticəsində 85 nəfər həyatını itirib. Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb, görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.